Ayaqlarınızda ağrı, yanma, şişkinlik, qıc olma və narahatlıq hissi yaşayırsınızsa, varikoz xəstəliyindən şübhələnə bilərsiniz. Bugün sizə varikozun yaranma səbəbləri və bitki əsaslı məhsulla doğru müalicə üsulu haqqında danışacağam. Diqqətiniz məndə olsun. Bəzi xəstəliklər gözlə görünür, bəziləri isə gizli şəkildə irəliləyir. Heç xəbərimiz də olmur. Bugün haqqında danışacağımız varikoz xəstəliyi, yəni ayaqlarda damar genişlənməsi özünü hər iki formada göstərir. Gəlin bu xəstəliyin görünən və görünməyən əlamətlərini birlikdə tanıyaq. Görünən əlamətlər bunlardır. Ayaqlarda göy və ya tünd bənövşəyi rəngdə şişmiş, dəridə hörümçək toruna bənzəyən nazik damarlar, yaxud damarların üzə çıxması, barmaqla toxunduqda hiss olunması, ayaqlarda şişkinlik, xüsusilə günün sonunda dəri rəngində dəyişiklik və ya quruluq halları. Varikozun görünməyən əlamətləri isə ayaqlarda ağırlıq hissi, uzun müddət oturduqda və ya ayaq üstə qalanda ağrı, narahatlıq, yorğunluq kimi hallar müşahidə edilir. Bu əlamətlər varsa onları diqqətdən qaçırmayın, boş şeydir deyib keçməyin, erkən aşkarlayın və müalicəyə başlayın. Bugün varikoz probleminin səbəbləri, riskləri və ən əsası ondan qurtulma yolları haqqında ətraflı məlumat verəcəyik. Bəlkə də bu video ilə sağlamlığınızı xilas etmiş olacaqsınız. Diqqət ekrana. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Varikoz damar genişlənməsi dünya üzrə ən geniş yayılmış xəstəliklərdən sayılır. 10 nəfərin 8-də bu xəstəlik aşkar olunur. Kişilərlə müqayisədə qadınlarda bu patologiyaya daha çox rast gəlinir. Özəlliklə də qadınlarda hamiləlik və menopauza dövründə yaşanan hormonal dəyişikliklər səbəbindən yaranır. Varikoz genişlənmə damarların, xüsusilə ayaqlardakı səthi vena damarlarının genişlənməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu damarlardakı qapaqçıqların düzgün işləməməsi, həmçinin venaların divarında olan əzəllərin tonusdan düşməsi nəticəsində yaranır. Normal halda qapaqçıqlar venalarda qanın geri qayıtmasının qarşısını alır və ürəyə doğru hərəkətini təmin eləyir. Lakin zədələndikdə, tonusdan düşdükdə və ya zəiflədikdə qan vena və damarlara yığılır. Təzyiq artaraq onların genişlənməsinə səbəb olur. Bəs bu problem nədən yaranır? Varikozun əmələ gəlməsində həm daxili, həm də ki, xarici faktorlar böyük rol oynayır. Daxili faktorlar genetikamızdır. Tədqiqatlar göstərir ki, bu xəstəlik təkcə həyat tərzindən yox, eyni zamanda irsiyyətlə keçən damar zəifliyi və klapan pozğunluqları ilə bağlıdır. Qadınlarda bu genetik zəifliklər daha çox özünü göstərir. Çünki estrogen hormonunun təsiri ilə damarlar daha həssas hala gəlir. Bu da əsasən hamiləlik və menopauza zamanı baş verir. Varikoz damar xəstəliyinin yaranmasında genetik faktorlar nə qədər əhəmiyyətlidirsə, həyat tərzi də bir o qədər həlledici rol oynayır. Yanlış həyat tərzi varikozun yaranmasına və sürətlə inkişaf etməsinə səbəb ola bilər. Məsələn, kompüter qarşısında və ya sükan arxasında saatlarla oturmaq, uzun müddət ayaq üstə dayanmaq, artıq çəki, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi, həmçinin dar geyim və yüksək taban ayaqqabılar ayaqlarda qan durğunluğuna səbəb olur. Normalda ayaq əzəlləri hərəkət zamanı nasos funksiyası görür. Bu qanın ürəyə doğru axmasını təmin eləyir. Ancaq hərəkətsizlik zamanı bu pompalanma effekti dayanır və qan aşağı ətraflara toplanır. Bu venalara əlavə yük salır və onların genişlənməsinə səbəb olur. Ofis işçiləri, sürücülər və müəllimlər bu baxımdan risk qrupundadır. Həyat tərzimiz venoz sistemimizin sağlamlığında birbaşa rol oynayır. Lakin bəzi hallarda həyat tərzi belə bu problemin önünə keçə bilmir. Özəlliklə isti havalarda damarların genişlənməsi ilə ayaqlarda şiş, ağrı və ağırlıq hissi daha da artır. Aktiv həyat tərzinə baxmayaraq uzun müddət ayaq üstə qalmaq və ya oturaq həyat tərzi risk yaradır. Belə olan halda isə bitki əsaslı Detralex preparatı sizin köməyinizə çata bilər. Detralex bitki mənşəli flavonoidlər əsasında hazırlanmış, klinik olaraq təsdiqlənmiş dərmandır. Mikronizə olunmuş formul sayəsində daha tez sovrulur və effektli təsir göstərir. Gündə bir dəfə Detralex 1000 mg qəbul etdikdə ayaqlarda şiş, ağrı, ağırlıq, yorğunluq hissini və qıc olmanı aradan qaldırır. Venoz qan dövranını yaxşılaşdırır və damar divarlarını möhkəmləndirir. Venoz xəstəliyinin bütün mərhələlərində Detralex ən çox tövsiyə olunan dərmandır. Həm beynəlxalq, həm də ki yerli mütəxəssislər tərəfindən.
Digər müalicə üsulları ilə müqayisə etdikdə əməliyyat ağır hallarda tətbiq olunur. Risk və bərpa müddəti isə yüksəkdir. Gel və kremlər isə yalnız səthi rahatlıq verir. Dərin damar problemi ilə mübarizədə kifayət etmir. Detralex daxildən təsir göstərir, səbəbi müalicə edir və damar sağlamlığını bərpa edir. Həkim məsləhəti olmadan belə istifadə edilə bilər. Detralex preparatını bütün apteklərdən əldə edə bilərsiniz. Detralexlə müalicə alaraq varikozun əlamətlərinin qarşısını alın. Narahatlıq, xroniki şişkinlik, dəridə trofik yaralar, qan laxtalanması kimi problemlərdən qurtulun. Varikoz sadə bir damar problemi kimi görünə bilər, amma vaxtında müalicə olunmasa ciddi sağlamlıq fəsadlarına yol açır. Bunu mütləq nəzərə alın və gündə bir tablet Detralex ilə həyata doğru irəliləyin. Varikoza rəğmən dayanmayın. Belə dəyərli izləyicilər, bugünlükdə bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.